Salam əziz tələbə istifadəçiləri, bu yenə mənim Mürsəl Əliyev. Bu bizim növbəti video bloqumuzdur. Bəlkə də bezdirmişəm sizi bu sözlərimlə. Gələn dəfə yəqin ki, başqa şey fikirləşəcəm. Bu dəfəki mövzumuz çox maraqlıdır. Web saytların hazırlanmasına bağlı danışacağıq. Bəli, siz bu video dərslərə baxıb 4 video dərsimiz olacaq. 4 video dərsin sonunda siz öz saytınızı yarada biləcəksiniz. Öz saytınızı və yaxud şirkətinizin saytını, ola bilər ki, hansı bir qeyd edirsə onun saytını rahatlıqla yarada biləcəksiniz. Əlbəttə, müəyyən pluginlər, müəyyən əlavələr var ki, onlar üzərində işləmək lazım olacaq. Bunu artıq özünüz Google-da araşdırıb tapa bilərsiniz. Burada siz bu dərslər vasitəsilə siz birinci olaraq domain alışı, hostingin alınması, WordPress platformasının installasiyası və WordPress-in içəriyi haqqında məlumat əldə edəcəksiniz və bu tam olaraq sizə imkan verəcək ki, siz sıfırdan sayt yarada biləsiniz. İndi isə keçək dərsimizə. 4 dərs olacaq, birinci tanıtımımız olacaq və etap-etap dərslərə baxmaqla siz web sayt yarada biləcəksiniz. Ümid edirəm ki, bu dərslər sizə faydalı olacaq. Bu qədər, indi keçək dərsimizə. Və əziz dostlar, bizim ilk dərsimiz olan hosting və domain alınmasına keçirik. Bu video belə deyək də ilk sayt yaradanlar üçün aid olduğu üçün biraz izahat verim ki, domain, yəni saytın adı hostingçi saytın yerləşdiyi yerdir və domain və sayt saytın əsasını təşkil edir. Əgər onlar olmasa sayt olmaz. Bu səbəbdən də düzdür, subdomaində müxtəlif saytlar yaratmaq olar, amma yəni bu məsələmizə aid deyil. Müxtəlif hosting sistemləri var ki, o hosting sistemləri vasitəsilə saytınızı belə deyək də yerləşdirə bilərsiniz o hosting sistemlərində. Bluehost'dur, GoDaddy'dir, HostGatter'dır, yəni digərlərdir, yəni çoxdur hosting sistemləri. Mən daha çox HostGatter'dan istifadə edirəm. Bunun üstünlüyü onlayn dəstəyin olmasıdır və çox gözəl dəstək verirlər. Hər hansı bir problem yarandıqda tez bir zamanda yazırsan oralara, əlbəttə ki, ingilis dilində və tez bir zamanda cavab ala bilirsən. Bu çox yaxşıdır. Digər hosting sistemlərində mən bunu müşahidə etmişəm, amma o qədər də yaxşı deyil. Yəni daha gec cavab verilir və müəyyən bir etinasızlıq var, amma HostGatter'da bu şeylərə çox böyük diqqət yetirilir. Və keçək hosting paketlərinə. Ümumilikdə 3 növ hosting paket təqdim olunur. Reseller hosting, VPS hosting və dedicated server. Bunlar nədir? Reseller hosting, yəni əgər sizin saytınız yeni yaranıbsa və sadəcə olaraq müəyyən bir regionu əhatə edirsə və izləyici sayı 1500-2000-ə çatmayacaqsa, yəni yaxın tutaq ki 6 ay və yaxud da 1 il ərzində, yəni bu hosting paketi sizin üçün uyğun ola bilər. Yəni başlamaq üçün buradan başlaya bilərsiniz. Həm qiyməti ucuzdur, düzdür, yeri də azdır, amma həm də qiyməti ucuzdur. VPS hosting isə aylıq olan bir hostingdir, aylıq ödəniş edilir və qiyməti də belə deyirik kifayət qədər bahadır. Dedicated server isə artıq böyük belə deyirik 100 minlərlə ziyarətçisi olan, günlük ziyarətçisi olan saytlar üçündür. VPS-də isə orta, yəni məsələn 3500-dən yuxarı, 3000-3500-dən yuxarı sayt belə də girişi olan saytlar üçün nəzərdə tutulub. Həm də saytın özünün də xüsusiyyətlərindən bunlar asılıdır. Biz indi ən ucuz paketi seçəcəyik və bu ucuz paketin özündə belə deyək də müxtəlif funksiyalar var. Yəni sadəcə olaraq aluminium, chopper, silver, gold, diamond müxtəlif seçmək olur. Yəni fikir versəniz, biraz yaxınlaşdıranda yəni nə qədər yer verir sayt üçün və o göstərilir. Biz qayıdırıq əvvələ 50 GB yer, bandwidth. Açıq deyim, mən özüm də proqramçı olmadığıma görə bandwidth limitidir olmalıdır ki, saytın giriş sayıları ilə bağlıdır. Bir də domain məsələsidir ki, neçə domain bu sayta yönəldirilə bilər. Yəni, burada limitsiz sayda domain göstərilib. İlk ay üçün qiymət $19.96 və bunu seçdikdən sonra artıq Order Now düyməsini tıklayırıq və burada artıq fikir verilsə iki məsələ var. Deməli, əgər siz artıq domaininiz varsa, almışsınızsa domain, o domainin adını qeyd edirsiniz burada. Tutaq ki, nə bilim, tələbə.az və yaxud da hansı bir başqa domain. Yox, əgər yeni domain almaq istəyirsinizsə, onu da birbaşa olaraq burada onu yaza bilərsiniz. Yəni, məsləhət olar ki, daha çox elə rahat, əgər domaininiz yoxdursa, elə indidən başlamışsınız eləməyə, buradan domain adı qeyd edirsiniz. Tutaq ki, biz də nə bilim, bir test üçün bir domain qeyd edək. Test Baku. Görək, boşdur domain. Boşdur. Yəni,
testbaku.net, testbaku.org, biz və digərlərini hamısını o illik ala bilərsiniz bu domenləri. Tutaq ki, neti qeyd edirik. Yəni sadəcə olaraq test üçün etdiyimiz üçün və keçəcəyik yaxşı, amma bir də bunu dəqiqləşdirək görə I already own this domain yazırsınızsa və burada artıq məsələn tutaq ki, mən tlb.az qeyd etsəm, bu domain artıq satıldığı qeyd olunacaq. Çünki yəni bu domain belədir, mənim akkauntum olmadığına görə giriş mümkün olmayacaq. Register new domaini keçirik və domain qeyd edirik. O domainlər ola bilər ki, başqa hostinglərdə də olsun, onların yönləndirilməsi də mümkündür. Yönləndirmə barədə mən sizə biraz ətraflı məlumat verəcəm. İndi bizim bu məşhur testbaku.com domenini almağa çalışacağıq. Deməli, testbaku.com yoxdur əslində. Testbaku.net var, testbaku.org var, testbaku.info var. Domain adlarına gəldikdə isə daha yaxşı olardı ki, məsələn, sizə əgər hansı bir informasiya ilə bağlı bir saytdırsa və orada müxtəlif informasiyalar varsa, infodan istifadə edə bilərsiniz. Əgər siz QHT-sinizsə və yaxud da dövlət qurumunun və yaxud da icra hakimiyyətinin saytıdırsa, orq istifadə etmək olar. Biznet isə artıq belə deyək də ideyaya uyğun olaraq dəyişə bilər. Yəni bunun fərqi yoxdur. Com isə ümumi belə deyək də bir domain adıdır ki, ən populyardır və adların açıq deyim ki, o qədər də böyük fərqi yoxdur. Əsas saytın özünün sistemi və onun verdiyi xidmətlər önəmlidir. Bunu keçdikdən sonra seçimimizi edirik. Tutaq ki, biz testbaku.net alırıq. Yəni com yoxdur deyən onu alırıq. Keçirik aşağı. Baxın, paket qeyd olunub. 1 aylıq $19.96 qeyd olunub. Və burada artıq account'un username, yəni istifadəçi adı qeyd olunur. Tutaq ki, biz burada seçirik Mursal. Yəni fikir verirsinizsə, hamısı düz gəldi, heç bir problem yoxdur. Və security pin hər hansı bir nömrə ola bilər ki, hər hansı bir nömrə olsun. 4, 5, 6, 8. Məsəl üçün, tutaq ki, bizim security pindir. Bu təhlükəsizlik üçün lazımdır. Hər hansı bir problem olduqda bunu qeyd etməyə lazımdır. Sonra aşağı düşürük. Və ən vacib isə demək olar ki, budur. Deməli, bütün domain alışı onlayn həyata keçirilir, hətta Azərbaycanda da. Deməli, bunun üçün nə lazımdır? Mütləq e-mail qeyd etmək lazımdır. Tutaq ki, info@şarəsi tlb.az qeyd edirik. Adı qeyd edirik. Tutaq ki, Mursal. Familiyanı qeyd edirik. Şirkətin adını qeyd edirik. Tutaq ki, tlb.az. Ev telefonunu qeyd edirik. Sonra mobil telefonu qeyd edirik. Şəhəri qeyd edirik və şəhəri seçdikdən sonra artıq, məsələn, tutaq ki, biz burada Baku seçsək, burada artıq bu qalır, əb yoxdur, Alaska seçək, Bakı, Alaska. Posta kodunu seçirik, ölkəni seçirik, Azərbaycanı tapırıq və o Alaska hissəsi itdi. Posta kodunu seçirik. Və burada artıq ödəmə metodları barədə məlumat gedəcək. Yəni, kredit kartını ödəyə bilərsiniz. Əgər sizin PayPal akkauntunuz varsa, PayPal akkauntundan ödəyə bilərsiniz. Kredit kartını ödəmək üçün kartın üzərindəki ad, kredit kartı nömrəsini qeyd edirik. Yəni, kredit kartının ön hissəsində olan nömrələrdir. Onları qeyd edirik. Sonra kredit kartının bitmə tarixini qeyd edirik, dəqiq qeyd etməliyik və kredit kartının arxasında kiçik bir yeri var ki, orada mən sizə daha burada göstərim ki, haradadır o yer. Fikir verin, mənə göstərilir ki, orada olur. Onu qeyd edirik. Yəni, bu kiçik kredit kartının arxasında. Bəzi American Express kartlarında önündə olur. Bunu seçirik, qeyd edirik. Və bunu qeyd edirik. Təhlükəsizlik üçün mən bunu qeyd etməyəcəm və birbaşa olaraq keçəcəm digər panelə və ümid edirəm ki, burada heç bir problem yaşamayacaqsınız. Və bunlar hamısı qeyd etdikdən sonra ümumi bir büdcə yaranır ki, bu alışın. Baxın, burada əlavə olaraq hər hansı bir promosiyon xidmətləri göstərilir ki, bunu da alın, bunu da alın. Bunların heç bir ehtiyac yoxdur və həm də bu qiymətin aşağı düşməsinə kömək eləyəcək. $45 fikir verirsinizsə. Sonra nəsə əlavə nəsə artırıblar bizim üçün. Yox, biz domain də almışıq və oyuna bir yerdə. Və burada yenə xatırladım. E-mail, hamısını qeyd etdiniz, bütün məlumatları qeyd etdikdən sonra aşağı düşürük.
yəni şərtlərə razı olduğunu qeyd edirik və create account düyməsini tıklayacağıq. Domeni aldıqdan sonra belə bir mesaj alırıq. Yəni o sonuncu pəncərədə. Orada info@tele1.az ünvanına məlumatların göndərilməsi qeyd olunur və referans nömrəsi qeyd olunur. Bu referans nömrəsini hər hansı bir kopya edib saxlamağınız yaxşı olar. Ola bilər hansı bir problem yaransa, bu nömrə sizin köməyinizə çata bilər. Və e-mailimizi yoxladıq artıq və orada belə bir məlumat var. Bu məlumatda account-a girmək üçün hansı linkdən istifadə olunacaq, parol qeyd olunub. İki məsələni qeyd edeyim. HostGator sistemi necədir? Sizin həm accountunuz olur və cPaneliniz olur. cPanel nədir? Saytla bağlı bütün əməliyyatlar cPaneldən idarə olunur. Ödəniş, hər hansı bir yeni domenin alınması isə accountdan istifadə olunur. Yəni cPanel ilə account fərqli yerlərdir. Və onun fərqli belə link keçidləri olur. Və görürsünüz link burada bu accountun linkidir. Bu isə cPanel linkidir. Control panel belə yazılır. Qısaca olaraq cPanel. Və burada aldığımız domenin adı qeyd olunub, adım qeyd olunub, parol qeyd olunub. Burada site name serverlər qeyd olunub və ns1 bu nədir? ns1testbaku.com. Bu name serverlərdə əgər hər hansı bir başqa bir domeni bu saytı yönləndirmək istəsəniz, bu name serverlərdən istifadə etməlisiniz. Yəni bu name serveri deyirsiniz tutaq ki proqramçıya, o artıq onu yönləndirir və yaxud əgər account sizin özünüzündürsə, həmin proqrama daxil olub orada name serverlər qeyd edirsiniz. Əlavə olaraq ola bilsin ki, bununla bağlı əlavə bir dərsimiz oldu və bu dərsdə artıq geniş məlumat verəcəyik. Burada isə sadəcə olaraq sırf bir xidmətdən istifadə edərək domenin hazırlanmasından, belə deyək, saytın hazırlanmasından danışırıq. Digər məlumatlardır. For direction on how to register your name server, please read. Yəni əgər hansı bu yönləndirmə ilə bağlı buradan linki tıklayıb ətraflı məlumat ala bilərsiniz. Domeni qeyd etdikdən sonra hostingi də qeyd etmişik və bununla da hələlik olaraq bizim işimiz tamamlanır və keçirik başqa məsələyə. Və indi biz həmin o linki götürək. Birinci baxaq görək bizim accountumuz içində nə var və sonra isə cPanelə baxacağıq. Accountu təcili kopyalayırıq və keçirik biz sayta. Bir hosting yazırıq. Burada qeyd edirik. Və fikir verin, belə bir yer açılır. HostGator'ın məşhur krokodili buradadır. Və buradan baxırıq. Deməli, e-mail bizim öz e-mailimizdir. Yəni info@telebaz. Parolu buradan kopyalayırıq. Hər zaman belə çətin parollar verirlər. Ona görə diqqətli olun. Parolu buraya yazırıq. Burada yazırıq info@telebaz. Login edirik. Tutaq ki, zapomnить parol bilinsin. Və bu artıq bizim e-mail sistemimizin içidir. Yəni accountumuzun içidir. Accountumuzda nə var? Contact information, yəni əlaqə informasiyası daxilidir. Açaq baxaq içində nələr var. Burada məsələn tutaq ki, siz istəyirsiniz ki, ancaq info@telebaza gəlsin təhlükəsizliklə bağlı məlumat və yaxud da ödəmə ilə bağlı məlumatlar. Yoxdur da ki, digər ikinci e-maila əlavə edə bilərsiniz. Ünvan, telefon və digər məlumatlar burada qeyd olunub. Sonra edit account settings. Bura tıklayırıq və burada accountla bağlı məlumat daxil olmaq üçün PIN kodu qeyd etməliyik. Burada daxil olur və orada accountla bağlı məlumatlar. Yəni çox da vacib deyil. Change my password, parol. Edit my email settings. Bura daxil oluruq. Bura nədir? Notify me to email. Baxın, fikir verirsiniz, bir dənə email qeyd olunub. Əgər biz bayaqki bölmədə əlavə email qeyd etsəydik, o da çıxacaqdı və hansı email ilə məlumatlandırılması qeyd olunacaqdı. Make a payment ödənmək üçündür. Sizin e-mailinizə, məsələn, tutaq ki, gələcək xəbərdarlıq ki, mütləq xəbərdarlıqlara baxın. Çox zaman belə problem olur. E-mail gəlir, baxır, görür ki, ingilis dilindədir. Baxmır ki, nə xəbərdarlıq var və bir daha görür ki, saytı yoxdur. Çünki xəbərdarlıq gəlir ki, sizin ödəmə vaxtınızdır. Zəhmət olmasa ödəmənizi edin. O adam da ödəməni etmir və fikir vermir bu şeylərə. Sonradan böyük problem olur. Yəni, saytı bağlandıqdan sonra bir neçə ay hosting sistemi onu saxlayır, sonra tamamilə silir öz sistemindən. Ona görə siz sıfırdan təzədən saytı düzəltməli olursunuz. Amma əgər tutaq ki, hətta bağlansa da,
sonradan bir həftə ərzində siz yenidən saytınızı bərpa edə biləcəksiniz. Amma bunun üçün əlavə ödənişlər etməli olacaqsınız və çox zaman da vaxt və belə də sinir itkisinə səbəb olur. Çünki onun hamısını qeyd eləmək, göndərmək və danışmaq lazımdır. Bu da böyük vaxt tələb edir. Ona görə də mütləq fikir verin bu şeylərə. Ödəmələrdə no due invoice thank you. Yəni hər hansı bir invoice yoxdur, çünki ödəməni ilk dəfə etmişsiniz. Amma bundan sonra burada müxtəlif invoice'lar olacaq, yəni ödəmə məlumatları olacaq. Manage credit card, yəni bu kredit kartı haqqında məlumatdır. Burada daxil olmuruq, bura konfidensial informasiya. View payment history. Ödəmə tarixçəsi haqqında məlumat. Yəni ilk ödəməmiz burada olub, qeyd olunub $32.91 qeyd olunub. Bütün ödəmələriniz artıq burada bir-bir qeyd olunacaq. View transaction log, orada yəni ödəmələrin yəni tarixi qeyd olunur, yəni $32.91. Yəni bu ödəmə kredit kartı ilə və yaxud da PayPal-la ödəmənin göstərir. Sonra account and credits, manage subscriptions, view domain names və digər şeylər var. Bir də bu məsələni qeyd edeyim. Yəni onlara çox da fikir vermək lazımdır. Create a ticket. Bu nədir? Əgər hər hansı bir probleminiz yaranıbsa saytda və onu online yox, belə deyək, offline. Yəni offline dediyim, yəni biraz gec həll etmə imkanı varsa, create a ticket düyməsini tıklayırsınız və hər hansı bir problemlə bağlı yazırsınız. Burada məsələn seçimi olur. Support, billing, security, window support, yəni müxtəlif məsələlərlə bağlı. Əgər texniki məsələdirsə support, ödəmə ilə bağlısa billing, security təhlükəsi ilə bağlısa security-ni seçirsiniz. Ola bilərsiniz, hacker hücumu olub saytınıza və yaxud da digər şeylər. Onları seçirsiniz. Add new package, yeni bir hosting paketi almaq. View hosting package, hosting paketləri barədə məlumatdır. Yəni bunu artıq bilirik. Və keçək digər bizim bölməmizə. cPanel. cPanel nədir? Yəni bayaq da qeyd elədiyim kimi, cPanel saytın belə də özünün idarə olunması və müəyyən domenlərin, subdomenlərin açılması üçün istifadə olunur. Kopyalayırıq həmin o linki və bura açırıq. Görəcəksiniz ki, başqa bir səhifə açılır, fikir versiniz. Və burada artıq özünün parolu var. Email login budur. Parol isə budur. Qeyd edirik, kopyalayırıq. Və içəri daxil oluruq. cPanelin içində bir çox funksiyalar var. Yəni onların köməkliyi ilə müxtəlif əməliyyatlar aparmaq olar. Burada list account var. Ora daxil olursunuz. Çünki orada bəzi şeylər var. Monitora tam düşməyib. List account yazılıb. Ora daxil oluruq və oradan bu bölmə açılır. Yenidən daxil olaq. Və fikir verirsiniz, burada cPanel düyməsi var. Oranı tıklayırıq və yeni bir panelə keçirik. Digərlərini bağlayaq. Və burada artıq cPanelin içində sizin saytınızın belə də içəriyi qeyd olunur və burada görə biləcəyiniz işlər. Mən belə də bu video belə də yeni belə sayt hazırlayanlar üçün nəzərdə tutduğu üçün mən tam geniş şəkildə məlumat verməyəcəm. Çünki bəzilərini açıq özüm də məlumatım azdır. Ona görə də çaşdırmaq istəmirəm. Bəzilərində belə deyək məlumatım yoxdur. Bu email açmaq üçün nəzərdə tutulub və mail sistemidir. Email açmaq üçün məsələn tutaq ki, testbaku tutaq ki, info@testbaku.net və yaxud testbaku.com emaillərini açmaq üçün nəzərdə tutulub. Və bunları mən sizə deyə bilərəm ki, lazımdır ki, biləsiniz ən azından yeni qurulduqda. Sonra subdomains. Subdomains nədir? Yəni, sadəcə ötəri keçəcəm, çünki içəri haqqında geniş məlumat vermək biraz vaxt aparacaq. Subdomains nədir? Məsələn, tutaq ki, olur admin.testbaku.com belə bir şey açmaq istəyirsiniz. Və yaxud da tutaq ki, nə bilim, hər hansı bir rayonla bağlı bir domen açmaq istəyirsiniz. Yəni, öz domeniniz əsas olmaqla köməkçi domenlər açmaq istəyirsiniz. Onun üçün nəzərdə tutulub və növbəti bir dərsimizdə bu haqqda geniş danışılacaq. Fantastico Deluxe. Bu nədir? Sırf olaraq rahat şəkildə WordPress-i installyasiya etmək üçün nəzərdə tutulub və bu installyasiya
prosesi haqqında növbəti video dərsimizdə danışılacaq. Bu qədər. Bu layihə ARX 7 Media layihəsi tərəfindən maliyyələşdirilir və tələbə bazası tərəfindən icra olunur. Ümid edirəm ki, bu dərslər sizə hər hansı bir faydası olacaq. Hər hansı bir sualınız yarandığı təqdirdə şərh bölməsində YouTube-da yazın. Kanalımızı bəyənin, paylaşın dostlarınızla ki, daha çox insan bu dərslər barədə məlumatlı olsun. Təşəkkür edirik. Uğurlar, cəhd edin, hər şey alınacaq.